Hörmətli izləyicilər, bildirmək istəyirik ki, Azərbaycanın milli qəhrəmanı Fazil Mehdiyevin 80-dən çox yaşı olan atası Umut Mehdiyev dünyasını dəyişib. Qeyd edək ki, 1991-ci ildə qəhrəmancasına erməni işğalçılarına qarşı döyüşdə şəhid olan Fazil Mehdiyevin atası Umut Mehdiyev yaşadığı elinin, obasının daima təəssüfkeşliyi ilə yaşamış bir insan olub. O hər zaman böyük ağsaqqallığı ilə seçilmiş və onu tanıyan insanlar hər zaman onun məsləhətlərindən faydalanmışdı. Bildiyimiz kimi Umut əmi şəhid atasıdır. Umut əmi qəhrəman atasıdır. Umut əmi belə bir şəxs olub ki, ağsaqqallar mənə danışdılar onun barəsində. Elin ağsaqqalı olub. Allah onu rəhmət eləsin. Allah yaxınlarına səbr versin. Allah Teala hər bir insana şəhidlik məqamını nəsib etmir. Və şəhidlik elə bir dərəcədir ki, elə bir mərtəbədir ki, hər bir valideynə o mərtəbə, o dərəcə nəsib olmur. Bunun üçün də biz onun həm ağsaqqallığına, həm böyük dəyər sahibi olmağına görə və həmçinin şəhid atası olmağına görə onun yaxınlarına, məxsusən oğlanlarına, Azərə və o cümlədən Sərvana başsağlığı veririk. Allah Teala cəmi şəhidlərimizi, məxsusən bunların, bu ailənin də şəhidin rəhmət eləsin. Allah onun ruhunu şad eləsin. Allah Teala burada iştirak edenlerden de inşallah razı olsun. Umut Mehdiyevin ən böyük arzusu yaşadığı torpaqların və oğlunun canı bahasına qoruduğu torpaqların düşmən tapdağından azad olunmasını görmək idi. Şükürlər olsun Allaha ki, 2020-ci ildə başlanan 2-ci Qarabağ müharibəsi zamanı Fazil Mehdiyevin böyüyüb boya başa çatdığı Laçın rayonunun, oğlunun qəhrəmancasına şəhid olduğu Ağdam torpağının düşmən tapdağından azad olunduğu gün Umut Mehdiyevin ikinci dəfə həyata göz açdığı bir gün idi. Bugün Umut Mehdiyevi və onun ailəsini tanıyanlar el ağsaqqalı olan Umut Mehdiyevin ailəsinə başsağlığı verir və mərhumun ruhuna dualar oxuyurlar. Biz də Milli TV olaraq mərhumun ailəsinə başsağlığı verib rəhmət diləyirik. Allah rəhmət eləsin.